Fermerlər 2 həftədən artıqdır ki, yağışın yağmasını gözləyirdilər ki, şumlama başlasın. Artıq gördüyümüz kimi şumlama başlanılıb və şumlama oktyabrın 15-nə qədər davam edəcək. 2-3 gündür ki, şumlama gedir. Əkin sahəsi 10 hektardır. İnşallah bu illəri 10 hektar torpaq sahəsində buğda əkəcək. Hektara 180-200 kiloqram olmaq şərti ilə. Mütəxəssislər bildirir ki, şumlama işləri geciksə də, bunun məhsuldarlığa heç bir ziyanı olmayacaq. Bol və keyfiyyətli məhsul götürmək üçün isə fermerlər sınanmış toxum sortlarına üstünlük verirlər. Lənkəran Osta bölgəsində ən yaxşı məhsul verən Bərəkət 95 sortudur. Deməli, o həm torpaq iqlim şəraitinə uyğundur, orta boyludur, məhsuldardır, xəstəlik və ziyanvericilərə qarşı davamlıdır. Şumlamada Agrotek servisin imkanlarından istifadə edilir. Texniki problem yoxdur. 3 traktorumuz var, istifadə edirik. Kombayn da lazım olanda biçim vaxtı inşallah servizdən alıb istifadə edirik. Məlumat üçün bildirək ki, taxıl əkinindən əvvəl torpağa şumaltı gübrələr, azot, fosfor, kalium səpiləcək. Bitkinin vegetasiya dövründə isə azot gübrəsi veriləcək. Səda Kərimli, Şahin Mirzəyev, Lənkəran.